Hörmətli sədr, əziz həmkarlar, hörmətli qonaqlar. Bir müddət öncə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın geniş müzakirəsi baş tutdu və hesabat dövrünün ölkəmiz üçün xüsusilə uğurlu bir period olduğunu vurğuladıq. Əlbəttə, bu uğur dövlət büdcəsinin icrası ilə bilavasitə bağlıdır. Xüsusən nəzərə alsaq ki, biz uğur dedikdə yalnız sosial-iqtisadi inkişafdan danışmırıq. Daha doğrusu, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada yalnız sosial-iqtisadi inkişafa köklənmək mümkün deyil. Eyni zamanda ərazi bütövlüyü, suverenlik, ordu quruculuğu, müdafiə sənayesi, milli təhlükəsizlik, ictimai qayda və ictimai təhlükəsizlik təmin olunmadan hər hansı inkişafdan danışmaq mümkün deyil. Üstəlik, Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsi, həmin ərazilərdə quruculuq və bərpa, habelə böyük qayıdış kimi prinsipial məsələlər dayanır. Bugün bəzi dairələrin Azərbaycanda minimum əmək haqqını, pensiyaları, sosial ödənişləri digər dövlətlərlə uğursuz şəkildə müqayisə etmək cəhdlərinə şahidlik edirik və sosial mediada ibtidai təfəkkürlə müstəqilliyi, suverenliyi bir qarın yeməyə dəyişməyə təlqin edən ucuz mühit bəzən insanları bu populizmin qurbanına çevirir. Əlbəttə, bu ölkədə hər kəs, o cümlədən də istənilən dövlət rəsmisi arzu edər ki, pensiyalarda, sosial ödənişlərdə, minimum əmək haqqı da bütün ölkələrdən yüksək olsun. Amma gəlin baxaq görək, o adı çəkilən ölkələrin hansı Azərbaycanın qarşılaşdığı qlobal ədalətsizliklərlə üz-üzə qalıb? Hansı ölkə işğal və təcavüzə məruz qala-qala, ərazisində separatizm ocağının mövcudluğu şəraitində həm inkişaf edə, həm də qalib gələ bilib? Ona görə də tam səmimiyyətlə deməliyik ki, heç bir əmsal Azərbaycanın unikal müsbət nümunəsi ilə müqayisə oluna bilməz və olunmamalıdır. Bilirsiniz, özündən zəif dövlətlər okeanlarla əhatələnib Amerika olmağa, yaxud Avropanın mərkəzində heç bir təhdidlə üzləşmədən İsveçrə olmağa nə var ki? İş güclülərin arasında güclü və qalib ola bilmək, müstəqil iradə diktə edə bilməkdir. Ulu Öndər Heydər Əliyev və Cənab İlham Əliyev Azərbaycanı böyük güclərin maraqlarının toqquşduğu bir coğrafiyanın əsas güc mərkəzinə çevirə bilib. SSR dağılan məqamda digər keçmiş ittifaq subyektləri 91-ci ildən inkişafa fokuslandığı halda dünən Bakı Enerji Həftəsi çərçivəsində rəsmi açılış mərasimində möhtərəm prezidentin də ifadə etdiyi kimi bizdə müstəqillik uğrunda yol regionda bütün geosiyasi və geoiqtisadiyyat vəziyyəti dəyişdirən əsrin müqaviləsinin imzalandığı tarixi məqamdan başladı. Xalqın iradəsi ilə Cənab İlham Əliyevin prezident seçilməsi və Ulu Öndər siyasətinin davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təntənəsi oldu. Ardıcıl və sistemli fəaliyyət nəticəsində milli iqtisadiyyat quruldu, iqtisadiyyatın xarici təsirlərə dayanıqlılığı möhkəmləndi, şaxələnməsi dərinləşdi, iqtisadi artım davamlı və inklüziv xarakter aldı, əhalinin rifah səviyyəsi yüksəldi, gələcək nəsillər üçün iri həcmli maliyyə ehtiyatları formalaşdı. Prezident İlham Əliyevin Baku Expo mərkəzində qürurla ifadə etdiyi kimi, bugün bizim xarici borcumuzun səviyyəsi ümumi-daxili məhsulun 7%-dən azdır. Maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Bax, budur reallıq. Ona görə də 91-93-cü illərdə xəzinəni talayıb insanları çörək növbəsinə məhkum edənlər bugün hökumətə yol göstərməyə çalışmasın. Heç kim unutmasın ki, bu inkişaf zamanla proseslərin təbii gedişatının nəticəsi deyil. Zamana qalsa, bugün Mesopotamiya dünyanın ən inkişaf etmiş coğrafiyası olardı. Bu mənada bizim inkişafın təməlində Ulu Öndər Heydər Əliyev və Cənab İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi dayanır. Bu yolun sayəsində hərbi, siyasi və iqtisadi cəhətdən güclülük, qaliblik, müstəqillik, suveren haqlarımızı diktə edirik. Ölkəmizin suverenliyinin bərqərar etdiyi, yeni Azərbaycanda bütün suveren ərazilərimizi əhatə edən ilk prezident və parlament seçkilərinin keçirildiyi 2024-cü ildə ötən dövrün inkişafının məntiqi yekunu və yeni dövrə keçid ili kimi kifayət qədər uğurlu olub. Müvafiq dövr üzrə dövlət büdcəsinin icrası prosesi növbəti illər üçün ölkənin hərbi siyasi qüdrətinin artması, sosial, iqtisadi və institusional inkişaf üçün mühüm zəmin yaratmış, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz qayıdışı və dayanıqlı məskunlaşması, məşğulluğun təmin olunması sosial-iqtisadi inkişafın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu mənada Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanun layihəsini birinci oxunuşda konseptual zəmində tam mənada dəstəkləyir və həmkarlarımızı da bu layihəyə dəstək verməyə çağırıram. Çox sağ olun.